Bu dərsdə biz kompüterin əsas hissələri mövzusunun davamını keçəcək və bizdə artıq giriş qurğularını bitirmişik. Bu dərsimizin mövzusu çıxış qurğularıdır. Yəni informasiyanı kompüterdən xaric etmək üçün qurğular. Gəlin baxaq. İnformasiyanı kompüterdən xaric etmək üçün qurğular dedikdə ilk olaraq ağla gələn kompüterin əsas qurğularının içində informasiyanın xaric edilməsi üçün nəzərdə tutulmuş olan monitordur. Monitorlar bir-birindən nə ilə fərqlənir, hansı xüsusiyyətləri var? İndi bunları nəzərdən keçirəcək. Deməli, monitorların bir-birindən əsas fərqi onların displeyidir. Displey monitorun görüntünü əks etdirən hissəsidir. Displeyinə görə monitorlar müxtəlif qruplara bölünə bilər. Bunlardan ən geniş yayılmışı bizdə CRT olan, CRT dediyimiz elektron şüa borulu monitorlar və LCD dediyimiz maye kristalik monitorlardır. CRT katod ray tube sözləridir. Yəni elektron şüa borusunun baş hərflərindən əmələ gəlmiş abreviaturadır. Bunlarda görüntü elektron şüa borusunun hesabına yaradılırdı. Yəni elektron şüa bizdə ekranda sürətli şəkildə sola sağa və nisbətən aşağı getməkdən görüntünü yaradırdı. Bunlardan artıq günümüzdə demək olar ki, istifadə olunmur. Amma belə deyək, ola bilsin. Görürsünüz sizlər? Aha, əvvəllər daha çox idi. Mən sizin yaşda olanda daha çox idi. Və ekranda belə deyək, şüa hiss olunurdu. 50 yaxın yaşlarında müəyyən səslər çıxırdı, elektrik boşalması kimi hiss olunurdu. Digər bir monitor bizdə LCD, maye kristal monitordur. Bu iki nazik qat və arasındakı belə deyək, hücrələrdən ibarətdir. Və hər bir hücrədə də bizdə maye kristalı var və görüntü də maye kristalda yaranır. Üst və aşağı hissəsindən də işıq salınır. Yəni gördüyümüz bu görüntünü biz yuxarı və aşağı hissəsində olan işıq lentinin hesabına alırıq. Özəlliyi nədir? Nazikdir və daha yüngüldür. Bizdə plazma monitorlar da var. Görünüşünə görə bizdə LCD-yə oxşasalar da LCD-dən nisbətən daha qalındılar. Amma günümüzdə hazırda ondan da az istifadə olunur. Çünki LCD həm qiymətcə plazmadan ucuzdur, həm də ki, yüngüldür. Düzdür, plazmada müəyyən görüntü keyfiyyəti LCD-dən yaxşı idi, amma daha ucuz və daha yüngül olan LCD-lər bizdə digərlərini sıxışdırıb bazardan çıxartdılar. Əlavə olaraq telefonlarda rast gələn, smartfonlarda rast gələn AMOLED ekranları göstərmək olar, Super AMOLED və s. Amma əsasən kompüter monitorlarında bizdə dedik ki, hansı növlərdir? CRT və yaxud da elektron şüa borulu, LCD və yaxud da maye kristal monitorlar bizdə istifadə olunur. Misal göstərmək olar monitorlara. Monitorların bizdə ekranı, yəni ki, daha çox displeyi rəhli piksellərdən təşkil olunubdur. Şəkildə görsək, bizdə orada seçilir aydın. Böyüdülmüş, indi buradakı daha kiçik bir böyüdülmüş hissəsidir və 3 belə deyək, zolağı mən işarələmişəm. Nəyə görə? Bizdə hər bir piksel bax bu şəkildə 3 rəngdən ibarətdir. Bura nə deyirdik? 3 rəngdən ibarət olan sistemə RGB deyirdik də. Deyirdik ki, elektron rənglər, yəni monitorlar bizdə RGB sistemdən işləyir. Həmin odur. Deməli, RGB-dən ibarətdir və bunlardan hansı daha parlaq yanırsa, daha parlaq işıq verirsə, ona uyğun da bizdə rəng alınır. Yəni ki, hamısı maksimumda olanda, yəni bu şəkildə olanda, hər biri aydın görsənir də, düzdür. Bu şəkildə olanda təxminən ağ rəngə yaxın bir rəngdir. Boz və yaxud da ağ rəng kimi. Məsəl üçün, bizdə birincisi yanır, digərləri daha solğun olarsa, hansı rəng olacaq? Kubun içində, kvadratın içindəki birinci bizdə mavi rəngdir. Mavi rəng işləyib, digərləri işləmirsə, bizdə mavi rəng alacaq. Yəni, mavi rəng daha parlaq olur. RGB-nin iş prinsipi budur. Və hər bir monitor, yaxından baxmış olarsınız, yəqin ki, televizora və telefon ekranına. Görürsünüz, acı məsələn, bir şey deyim, telefon ekranına bir də su damlası düşür. Su damlası bizdə böyüdücü rolunu oynayır və baxanda görür ki, rəhli nöqtələr
görsənməyə başladı su damlasında. Eləcə bax bu nöqtələrdə, görsənən bu nöqtələrdə hər bir monitor piksellərdən təşkil olunur. Və indi baxacaq bu piksellər monitorların əsas göstəricilərindən biridir. Necə? Baxaq. Hər bir monitorun bizdə eninə və hündürlüyünə olan piksel sayı var ki, bu bizdə monitorların çözümlülüyünü əmələ gətirir. Yəni ki, monitorların çözümlülüyü monitorun eninə və hündürlüyünə olan piksellərin belə deyək, hasilinə bərabərdir. 1024 vuraq 768 kimi göstərir. Məsələn, bu monitorun bizdə çözümlülüyü 1024 vuraq 768 kimidir. Və monitorların digər bir önəmli xüsusiyyəti də onun diaqonalıdır. Diaqonal nə olduğunu yəqin ki, riyaziyyatdan bilirsiniz. Buna əlavə izahına ehtiyac yoxdur. Diaqonal bizdə düyümlə ölçülür. Düzdür, məsələn, satışda indi həm milliləşdirirlər, həm də rəqəmləri bir qədər çox göstərmək üçün məsələn, monitor satında, televizor satışında santimetrdən göstərilir. Məsələn, harada 108 ekran televizor görürsünüzsə, təxmini bu ölçülərdə olur. Bu bizdə santimetrdən göstərilir. Amma əslində dünya praktikasında belədir ki, monitorların diaqonalı nə ilə ölçülür? Düyümlə ölçülür. Müqayisə üçün deyim ki, məsələn, bu arxamda gördüyünüz monitor 65 düyümdür. Santimetrə çevirəndə arası 190 neçə santimetr edir. Çünki bunu da çevirmək asandır. Suallarda düşür bu. Müəyyən hesablamalarda düyüm düşür. Pifagor teoremi falan bilirsiniz də, yəqin ki, riyaziyyatdan üçbucaqlar, katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Belə bir şeylər. Aysa, bax, həmin qaydalar bizdə suallarda rast gəlinir. Və düyümlə ölçülür. Diqqətli olun ki, santimetr düyüm söhbətində bizdə çaşqınlıq yaranmasın. Bir düyümün nə qədərdir? İnçlə deyirlər də, düymə inçlə deyirlər. Bir düyümün nə qədərdir? 2,54 santimetrdir. Aydındır? Okey. O deyirdim. Bizdə monitorların, bax, dedik ki, çözümlülüyü var. Bir də diaqonal. Monitorun bir önəmli xüsusiyyəti də bizdə PPI-dir. Pixel per inch. Printerdəki, skanerdəki DPI-yə oxşar bir şey. Pixel per inch. Nəyə görə? Bizdə deməli, monitorun çözümlülüyü çox ola bilər. Amma ölçüsü də böyük olanda bizdə burada görüntünün keyfiyyətindən söz gedə bilməz. Çünki nə olsun ki, piksel sayı çoxdur, ölçüsü də böyükdür. Amma bizdə 1 inçə düşən belə deyək, piksel sayı çox olarsa, artıq görüntünün keyfiyyəti artır. Yəni ki, monitorun çözümlülüyü bizdə hələ hər şey demək deyil. Əsas göstərici kimi PPI götürmək olar. PPI bizdə 1 inç monitorun bir uzunluğa ya eninə fərqi yoxdur. 1 inçinə düşən piksellərin sayıdır. Bayaqları dedim, yəni təkrar edirəm, nə qədər çox olarsa, görüntünün keyfiyyəti o qədər yaxşı olur. Aydındır? Monitor kompüterdə görüntünü xaric etmək üçün qurğudur. Amma monitor tək öz başına işləmir. Monitor əslində görüntünü xaric etmək üçün olan sistemin bir hissəsi. Daha doğrusu üzdə olan hissəsidir. Sistem blokun içində bizdə video adapter və yaxud da video kart adlanan qurğu var ki, bu qurğu bizdə görüntünü monitora ötürür. Yəni, kompüterdəki görüntünü emal edib monitora ötürən qurğu budur. Video adapter. Video adapter monitora bir neçə növ kabeldən bağlana bilər. Bizdə VGA var ki, görüntünü ötürmək üçündür. HDMI var ki, görüntünü və səs ötürmək üçündür. Əlavə olaraq DVI var, başqa kabellərimiz də var, bir neçə. Əsas istifadə olunan burada VGA, HDMI-dir ki, görüntü ötürmək üçün istifadə olunur. Daha doğrusu monitoru video karta bağlamaq üçün istifadə olunur. Baxsaq, burada nə görərik biz? Ana plataya taxmaq üçün bizdə slot var. Ana platadakı slotu taxmaq üçün hissəsi var və üzərində baxaq portlar var ki, həmin kabellər bağlanır. Bax, birinci VGA portudur, o birisi də bizdə DVI portudur. Bağlamaq üçün istifadə olunur. Bu video adapterların, müasir tipli video adapterların özünün hesab məntiq qurğusu olur. Yəni, biz qabaqda baxacaq, qabaqki dərslərdə
prosesor adlanan qrupu var. Kompüterin əsas hesab məntiq qrupusu ya da mərkəzi hesab məntiq qrupusu. Bunlarda da qrafik prosesor var. CPU gedir. Digəri CPU-dur. Birinci dediyim CPU-dur. Mərkəzi prosesor. Central Processing Unit. Mərkəzi hesablama qrupusu. Bunlarda qrafik Processing Unit. GPI işlənir. Və görsək, GPI işlədikcə müəyyən temperatur xaric edir. Yəni ki, Lord desək qızır. Onu soyutmaq üçün biz əlavə olaraq cooler taxa bilərik və video kartların video adapterların özünün yaddaşı olur. Bir-birindən yaddaşın həcminə görə fərqlənir. Müasir video kartların yaddaş həcmi 512 MB-dan yuxarıdır. Və aydındır ki, qrafik belə deyək, video kartın yaddaşının həcmi nə qədər çox olarsa, o qədər çox görüntü eyni vaxtda da, o qədər çox görüntü emal edə bilər. Bu da bizdə kompüterdə görüntünün əks olunmasının keyfiyyətini artırır. Və bir dənə də üstün yox, bir dənə də xüsusiyyəti deyək, nə deyək buna? Monitorları yox. Video adapterları bir-birinə fərqləndirən cəhətlərdən biri də onların görüntü tezliyidir. Yəni, emal etdiyi görüntünün tezliyidir. Görüntü tezliyi bizdə görüntünün keyfiyyətinə birbaşa təsir edir. Və belə bir söz deyim, görüntü tezliyi 70 FPS-dən az olarsa, bizdə insan çox baxan zaman gözü yorulur, beyni yorulur. Yəni ki, görüntünün axıcılığını təmin etmək üçün 70 FPS-dən yuxarı olmalıdır. Frame per second da FPS. 70 FPS-dən yuxarı olmalıdır. Bizdə növbəti çıxış qurulusu printerdir. Printer kompüterdən mətn və qrafik informasiyanı xaric etmək üçün, daha doğrusu kağız üzərinə çap etmək üçün istifadə olunur. Rəhli printerlər var, rəhsiz printerlər var. Bunu biz bilirik, qrafik informasiya kodlaşdırılması dərsində oxşar mövzundan danışmışıq. Printerdə bizdə çap zamanı hansı rəhlərdən istifadə olunur? 4 rəhdən, tamamlayıcı rəhdən istifadə olunur. Simi, bir qədər əvvəlki dərsə təkrara baxaq. Bunlar bizdə ağ rəhdən çıxılma yolu ilə alınır. Yəni, bütün rəhlər tamamlayıcı rəhlərdə çıxılma yolu ilə alınır. Yəni, bir rəngi almaq üçün ağ rəhdən digər rəng çıxılır. Printerləri bizdə işləmə xüsusiyyətinə görə bir neçə, ya çap etmə xüsusiyyətinə görə bir neçə növü var. Bunlar bizdə lazerli printer sayıla bilər, şırnaqlı printer sayıla bilər, zərfli printerlər nümayəndəsi olan matrisli printer sayıla bilər. İndi bunların hamısında bir-bir tanış olacaq. Birinci bizdə gəlir zərfli printer. Əvvəllər daha çox istifadə olunur zərfli printer. Baxın, çap edib. Əvvəllər daha çox istifadə olunurdu. İndi hazırda müəyyən sahələrdə qalır. Çünki bəzi sahələrdə zərfli printerlər əvəz olunmazdır. Məsəl üçün, fikir versəz, biz adətən printerlərdə A4 kağızı görməyə öyrəşmişik də, düzdür? Bunlar rulon kağızdan işləyir. Rulon kağızdan, karbon kağızlardan, kardonlardan, qeyri-standart kağızlardan işləyəndə zərfli printerlər əvəz olunmazdır. Zərfli printerlərdə görüntü kağızın üzərinə rəhli lent gətirilir. Rəhli lentin üzərindən iynələr, simvolları kağız üzərinə döyür. Yəni ki, iynələr bizdə kağız üzərinə simvolları döyməkdən belə deyək, qeyd edir, çap edir. Burada iynələrin sayından görüntünün keyfiyyəti və çapın sürəti asılıdır. Yeri gəlmişkən, çap sürəti 1 saniyədə çap olunan simvol sayındandır. Zərfli printerlərdə, daha doğrusu zərfli printerlərin bir nümayəndəsi olan matrisli printerlərdə görüntü keyfiyyəti nə ilə ölçülür? 1 saniyədə çap olunan simvol sayı. Bu printerləri sıradan çıxardan, yəni ki, günümüzdə az istifadə olunması səbəb olan şeylərdən biri bizdə deməli görüntü imkanlarının zəif olması. Daha doğrusu qrafik informasiya, görüntü yox, qrafik informasiya ilə işləmə imkanlarının zəif olmasıdır. Yəni qısa desək, şəkilləri çap etməkdə problemlər yaranır. Növbəti printer növü bizdə
şırnaqlı printerlərdir. Şırnaqlı printerlərin boyası bizdə maye şəklində olur. Maye boyanı kağızın üzərinə kiçik damlalarla püskürtməklə alınır görüntü. Və kifayət qədər keyfiyyətli görüntü almaq olur. Üstün cəhətləri ondan ibarətdir ki, məsəl üçün doldurulması asandır. Sadəcə bakı var. Açırsan, boyanı tökürsən, dolur. Qiyməti nisbətən ucuzdur. Boyası da qiyməti nisbətən ucuzdur. Görüntü keyfiyyəti də yuxarıdır. Və belə bir məsələ var ki, bu kitabda yazılıb, sadəcə öz təcrübəmdən deyirəm ki, çap olunan vərəqlərdə nəmişlik olur. Çünki boya su şəklində, su yox, daha sonra maye şəklində püskürdülür. Həm də bu printerlərdə çap olunmuş vərəqlər nəmişliyə davamsızdır, nətəri nəmişlik havalarda ya üzərinə su damlası falan düşərsə boya pozulur, axır, silinir, qarışır. Aydındır. Digər printer növü bizdə bu boyalar dedik. Yer gəlmişə SMIC modelidir, gördüyünüz SMIC modeli. Digər printer növü bizdə lazerli printerlərdir. Lazerli printerlər şırnaqlılarda göstəricilərə görə fərqi odur ki, sürəti, çap sürəti çoxdur. Yer gəlmişkən lazerli printerlərində, şırnaqlı printerlərində çap sürəti 1 dəqiqədə çap olunan vərəq sayını ölçülür. Yəni ki, bizdə matrisli printerlərdə 1 saniyədə simvol sayı idisə, bunlarda 1 dəqiqədə çap olunan vərəq sayını ölçülür. Lazerli printerlər sürətli şırnaqlı printerlərdən çoxdur. Görüntü keyfiyyəti daha yaxşıdır və uyğun olaraq qiymətdə nisbətən bahadır. Bunlarda boya toz halında olur, toner deyirlər. Rəhli də olur, rəhsiz də olur. Rəhli, yəni ki, SMIC modeli də var. Təkcə qara boya ilə, qara tonerdə işləyən modeli də var ki, bozun çalarları da çap edir. Və belə deyək, şırnaqlı printerlərin yalnız rəhliləri var. Ağ-qarasını mən görməmişəm. Yəni, başqa yerdə rast gəlməmişəm. Qısası, bizdə boya toz halındadır. Lazer köməyi ilə qızdırılaraq kağız üzərində yapışdırılır boya. Ona görə də bizdə bunlar qızdırılaraq dedim, termiki printerlərə aiddir. Temperaturla əlaqəli termiki sözü. Qızdırılaraq yapışdırıldığına görə dediyim kimi termiki printerlərə aiddir. Yəni testlərdə qabağınıza düşsə ki, hansı termiki printerdir, lazer printerlər bizdə termiki printer sayılır. Printerin digər nümayəndəsi bizdə, daha doğrusu printerlərin yox, çap qurğuları digər nümayəndəsi bizdə plotterdir. Plotter böyük ölçülü çaplardan ötəri yaradılıbdır. Yəni ki, tutaq ki, xəritələr olsun, böyük sxemlər olsun, plakatlar olsun. Bu ətrafınızda gördüyünüz plakatlardır, xəritələrdir. Hamısı plotterlərdə çap olunubdur. Və müasir zamanda get-gedə gündəlik həyatımıza da girir. Özü olmasa da bu 3D printerdən gedir söhbət. Özü olmasa da 3D printerdə çap olunmuş müxtəlif əşyalar. Bizdə 3D printerlər maddənin qat-qat üst-üstə yığılması sayəsində müəyyən fiqurların əmələ gəlməsinə əsaslanaraq işləyir. Yəni ki, işləməsinin əsasında, iş prinsipinin əsasında maddənin qat-qat üst-üstə çap olunmasıdır. Qısası, deməli, dediyim kimi, çap qurğuları digər nümayəndəsi də bizdə oldu 3D printer. Günümüzdə gündəmdə olan bir mövzudur bu. İnternetdə də testlərdə rastımıza çıxır. Bizdə deməli 3D printerdə müəyyən əşyaları, müəyyən alətləri, fiqurları, oyuncaqları kim nə istəyir çap edə bilər. Gələk digər çıxış qurğusu olan proyektor və səs ucaldıra. Proyektor bizdə görüntünü əks etdirməkdən içəridir. Bir növ fənər oxşuyur. Sadəcə fənər bizdə təkcə ağ işıq verir. Proyektor rəhli işıq verir və bunun sayəsində də bizdə müəyyən səthdə görüntü əmələ gəlir. Proyektorla işləyən zaman açıq rəhli bir divarın və yaxud pərdənin olması şərtdir.
Çünki bizdə belə deyək də, görüntünü əks etdirmək üçün rəhli bir divar əlverişsizdir də, düzdürmü? Adətən uçurda məktəblərdə görə bilərsiniz ki, lövhəyə vururlar və yaxud da əlavə qabağına pərdə, divara da vurulur. Fərqli yerlərdə qısası görüntünü əks etdirmək üçün istifadə olunur. Bir növ monitor rolunu oynayır. Digər bir çıxış qurğusu bizdə səs ucaldandır. Səs ucaldan bizdə adında göstərdiyi kimi səs informasiyasını kompüterdən xaric etmək üçün istifadə olunur. Və səs ucaldandan əlavə biz bir neçə başqa qurğunun adını çəkə bilərik. Məsəl üçün qulaqlığı deyə bilərik. Qulaqlıq bizdə səs ucaldanın daha kiçik variantıdır. O qulaqlığa uyğun olaraq qarnituru deyə bilərik. Qarnitur düzdür, çıxış qurğusu deyil. Daha doğrusu həm çıxış, həm giriş qurğusudur. Amma bu qarniturun adını çəkmək olar səs informasiyasında işlədiyi üçün. Aydındır?